Lentiniz 100% bu 14 fevral mövzuları ilə doludur. Hədiyyə axtaran kim, qeyd etməyə yer axtaran kim və s. Dedim mən də temada olum və gəlin bugün sizinlə sevgi ilə bağlı olan sözlərə baxaq rus dilində və düşündüm ki, başlayaq bu bir növ münasibətə başlamaq üçün olan etaplardan. Первое– это знакомство. Знакомство, tanışlıq. Второе– это simpatiya. Azərbaycanca da simpatiya sözü var məncə, ona görə bu söz sizə tanış olacaq. Третье– это влюблённость. Влюблённость. Ondan sonra gələ bilər misal üçün любовь. Любовь sözünü bilirik, sevgi deməkdir. Влюблённость isə ondan biraz daha belə deyək də, o dərəcədə dərin olmayan bir hissdir. Yəni ki, nə vaxt ki, sevgi sadəcə yaranır, hələ aşiq olma deyə bilərik biz buna. Yəni birinci gəlir влюблённость, sonra artıq gəlir любовь, daha dərin bir hiss olaraq. Burada qata bilərik həmçinin привязанность. Привязанность kimənsə olan bu bağlılıq. А какие слова вы бы еще хотели добавить? И еще, вы хотите вторую часть? İkinci hissədə mən sizinlə daha rəsmi rituallarımız haqqında danışa bilərəm. Misal üçün, həri, nişan, toy kimi bu mövzuda olan sözlər, ifadələr haqqında danışa bilərik. Ona görə əgər ikinci hissəni istəyirsinizsə, şərtlə bunu bildirin.